Rəqsanə İbrahimzadə bizə məlumatı təqdim eləyəcək. Rəqsanə, hər vaxtın xeyir olsun. Salam Şinarə, hər vaxtınız xeyir olsun. Bəli, bugün futbol sevərlərin səbirsizliklə gözlədiyi günlərdən biridir. Çünki Qarabağ Futbol Klubu UEFA Çempionlar Liqasında Eintracht klubu ilə üz-üzə gələcək və oyun dediyiniz kimi 21:45-də başlayacaq və gec bitəcəyi üçün elə Bakı metropolitenində bugün ərzində sərnişinlərin rahat və təhlükəsiz daşınmasını təmin etmək üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Daha təfərrüatlı informasiyanı elə hazırda qonağın Bakı metropoliteninin hərəkət sxemi üzrə rəisi, hərəkət sisteminin rəisi Anar Zamanovdan əldə edəcək informasiyaları xoş gördük. Buyurun, detalları sizdən eşidək. Sizin də vurğuladığınız kimi bugün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Qarabağ Eintracht oyunu ilə əlaqədar olaraq Bakı metropoliteninin stansiyalarının iş rejimi dəyişdiriləcəkdir. Belə ki, paytaxt ərazisində keçirilən mədəni kütləvi tədbirlər zamanı əməliyyat planına uyğun olaraq iş saatı uzadılacaqdır. Yəni bu gecə metropolitenin bütün stansiyaları, qapıları sərnişinlərin qəbulu üçün gecə saat 01:00-a qədər açıq saxlanılacaqdır. Həmçinin qeyd eləmək istəyirəm ki, oyun bitdikdən sonra sərnişinlərin gedəcəkləri istiqamət üzrə rahat və təhlükəsiz daşımalarını həyata keçirmək üçün xüsusi tədbirlər görüləcəkdir və ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətə gətiriləcəkdir. Xüsusi tədbirlər tam olaraq nədən ibarətdir? Metropoliten işçilərindən ibarət əlavə növbətçiliklər təşkil olunacaqdır, sərnişinlərin təhlükəsiz stansiya boyu təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə. Təşəkkür edirəm informasiyaları bizdən paylaşdığınız üçün. Elə bugün Tofiq Bəhramov adına Respublika stadionunda 21:45-də futbol sevərlərin səbirsizliklə gözlədiyi Qarabağ Futbol Klubunun oyunu baş tutacaq. Məhz elə Çempionlar Liqasında UEFA Çempionlar Liqasında keçiriləcək Eintracht klubu ilə üz-üzə gələcək və təbii ki, futbol sevərlər də həmin oyunda iştirak edəcək və indiki məqamda da onların rahat və təhlükəsiz şəkildə daşınması əsas şərtlərdən biridir ki, indiki məqamda da elə Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Əldə etdiyimiz informasiyaları diqqətinizə çatdırmağa çalışdıq. Uğurlar arzu edirik Qarabağ Futbol Klubunun oyununda da. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm. Rəqsanə, məlumatı bizimlə bölüşdüyünə görə əlbəttə ki, Qarabağımıza hər zaman uğurlar arzulayırıq, qalibiyyət gözləyirik, amma məğlub olanda da dəstəyimizi əsirgəmirik təbii ki.